Salam hörmətli tamaşaçılar. Bugün 17 aprel, cümə günüdür. Efirdə Nuray Famil qızıdır. Sizinlə günün ən son xəbərlərini bölüşürük. Məlumunuz olsun ki, aprelin 16-sında ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stop Narkotikaza bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 95 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb. Ümumi çəkisi 4,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qızıl qaçaqmalçılığında şübhəli bilinən və Interpola üzv olan 196 ölkədə qırmızı biletellə axtarılan Azərbaycanlı İnqilab Babayev Türkiyədə həbs edilib. Stop Narkotikas xəbər verir ki, o İstanbulun mərkəzində yerləşən Eyüp Sultan adlanan ərazidəki evdə tutulub. Bildirilib ki, o ailə üzvləri ilə görüşmək üçün başqa ölkədən İstanbula gəlib. Bundan sonra İstanbul Polis İdarəsinin qaçaqmalçılıq cinayətləri ilə mübarizə şöbəsinin əməkdaşları onun izinə düşüblər. Babayevin yaxınları Türkiyəyə gələn kimi o xüsusi əməliyyatla tutulub. Məlumata görə 38 yaşlı Babayev 2024-cü ildə İstanbul Hava Limanında üzə çıxan qızıl qaçaqmalçılığı şəbəkəsinin rəhbəri olub. Həmin vaxt polis şübhələndiyi 2 təhlükəsizlik əməkdaşını yoxlayıb. Aparılan axtarış nəticəsində onların bel hissəsində gizlədilmiş 16 kiloqram ağırlığında 32 külçə qızıl aşkarlanmışdı. Dubaydan gətirildiyi müəyyən edilən qızıllarla bağlı aparılan istintaq çərçivəsində 7 nəfər saxlanılmışdı. Hadisənin təşkilatçısı olduğu müəyyən edilən və Interpol tərəfindən axtarılan İnqilab Babayev isə hadisədən sonra gizlənməyi bacarmışdı. Polis tərəfindən saxlanılan Babayev barəsində İstanbul məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Türkiyə mediası onu Qızıl Adam ləqəbi ilə təqdim edib. Bakının Binəqədi rayonunda kişi arvadını qətlə yetirdikdən sonra evi yandıraraq intihar edib. Stop Narkotikas xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb. Bildirilib ki, aprelin 17-sində saat 12 radələrində Bakı şəhəri Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə yerləşən fərdi yaşayış evində baş verən yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək daha geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində 1968-ci il təvəllüdlü Rafət Həsəmova məxsus ümumi sahəsi 90 kvadrat metr olan bir mərtəbəli 4 otaqlı evin dam örtüyü 90 kvadrat metr, 2 otağının yanar konstruksiyaları 32 kvadrat metr sahədə, bitişik sahəsi 66 kvadrat metr olan talvar və evin həyətində park edilmiş BMW markalı minik avtomobili yaxınlıqda yerləşən 1982-ci il təvəllüdlü Əziz Vəliyevə məxsus ümumi sahəsi 80 kvadrat metr olan bir mərtəbəli 4 otaqlı evin dam örtüyü 80 kvadrat metr sahədə və 3 otağının yanar konstruksiyaları 46 kvadrat metr sahədə yanıb, faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1 qəsdən adam öldürmə və 125-ci özünü öldürmə həddinə çatdırma maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Qaradağ rayonu ərazisində yerləşən stasionar postda Vaz markalı avtomobilin sürücüsünə saxla işarəsi verilsə də, o tabesizlik göstərərək hərəkətini davam etdirib. Avtomobil polis əməkdaşları tərəfindən saxlanılıb. Baş Dövlət Yol Polisi İdarəsindən Stop Narkotikaza verilən xəbərə görə, araşdırma zamanı nəqliyyat vasitəsini idarə edən paytaxt sakini Coşqun Novruzovun sürücülük hüququnun olmaması, eləcə də alkoqollu içki qəbul etməsi müəyyən olunduğundan, o tibbi müayinədən keçməyə dəvət edilib. Novruzov məsuliyyətdən yayınmaq məqsədi ilə süni gərginlik yaratmağa çalışsa da, istəyinə nail olmayıb. Törətdiyi əməllərlə bağlı müvafiq sənədləşdirmə aparılaraq ərazi polis orqanına təhvil verilən Novruzov inzibati məsuliyyətə cəlb edilib. Baş Dövlət Yol Polisi İdarəsi qanunsuz hərəkətlərə yol verən şəxslərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və hüquqazid olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir. Türkiyənin Şanlıurfa bölgəsinin Siverek rayonunda orta məktəblərdən birində valideyn müəllimə bıçaqla hücum etməyə çalışıb. Bu barədə Sözcü qəzeti məlumat yayıb. Məlumata görə silahlı hücum edən şəxs məktəbdəki polis əməkdaşları tərəfindən saxlanılıb. Asayiş keşikçilərin müdaxiləsi sayəsində bıçaqla hücumun qarşısı son anda alınıb. Qeyd olunur ki, insident zamanı xəsarət alan olmayıb. Hadisə ilə bağlı araşdırma başlanılıb. Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonunda yerləşən liseydə baş verən insident zamanı 16 nəfər xəsarət alıb. Aprelin 15-də isə Türkiyənin Kahramanmaraş şəhərində 8-ci sinif şagirdi məktəbə silahlı hücum edərək bir müəllimi və 8 şagirdi qətlə yetirib.